Hər kəsə salam. Gəlin birbaşa mətləbə keçək. Bugün biz Vahid Rızayevin yaranış, işıq və bəşəriyyətin mənəvi səyahətinə dair o dərin, düşündürücü fəlsəfi mətnini təhlil edəcəyik. Bu izahat əslində kainatın sirlərini və lap içimizdəki o ilahi payı dərk etmək üçün möhtəşəm bir bələdçidir. Hazırsınızsa, gəlin bu qeyri-adi fəlsəfəni birlikdə kəşf edək. Bu mətnin tam mərkəzində, necə deyərlər, ürəyində dayanmadan təkrarlanan çox dərin, meditativ bir zikir dayanır. Paklıqla, əqli paklıqla, ruhi paklıqla. Fikir verirsiniz, bu sadəcə arda-arda deyilən sözlər deyil. Bu insanın həm əqli, həm də ruhi müstəvidə təmizlənməsini tələb edən ali bir çağırışdır. Bütün bu fəlsəfənin mərkəzində dayanan əsas sual isə budur. Yaxşı, bəs bəşəriyyət kainatın o pak işığı ilə tam olaraq necə əlaqə qurur? Bu sual bizi sadəcə bir izləyici olmaqdan çıxarır. Bizi nəhəng kosmik kainatdan tutmuş, hər gün etdiyimiz ən adi fiziki hərəkətlərimizə qədər uzanan böyük bir mənəvi səyahətə dəvət edir. Bəs yaxşı, hər şey haradan başlayıb? Elə isə gəlin birinci əsas mövzumuza, yəni mütləq paklıq və işıq məsələsinə keçək, yaranışın əsl təməlinə. Mətnə əsasən pak işıq müqəddəs, bəmbəyaz bir işıqdır. O, təkcə hər bir məkanın mərkəzini təşkil etmir. Həm də, və bura çox vacibdir, diqqət edin, bu işıq hər bir insanın sinəsində sanki ilahi bir pay kimi mövcuddur. Bəli, insan və yaradılış arasındakı o qırılmaz bağ məhz elə burada yatır. Yəni, heç bir yaranış bu işıqdan məhrum deyil. Mətndə açıq şəkildə deyilir ki, yaranış işıqsız deyil, kainat heç vaxt işıqsız qalmır. Bu nə deməkdir? Bu o deməkdir ki, yaradanın o müqəddəs işıq payı lap yaranışın əvvəlindən sizə, bizə, hamımıza verilib. Bu, insanla yaradan arasında qırılmaz, həqiqətən də universal bir əlaqənin olduğunun mütləq sübutudur. İndi isə o mücərrəd işıq anlayışından ayrılıb, bu paçılığı dünyamıza gətirən fiziki elementə, yəni kainatda suyun roluna baxaq. Bilirsiniz, kainatda heç bir varlıq digərinə zor tətbiq etmir. Məsələn, soyuq və nəm kosmik bir balans içində bir-birini sıxışdırmadan tamamilə təbii şəkildə yanaşı yaşayır. Eləcə də bizim dünyəvi müstəvidə. Su fiziki məkanlara və canlılara tarazlıq və paklıq gətirərək məhz bu sülhü, bu harmoniyanı təmin edir. Yəni su sadəcə fiziki təmizlik deyil, o kosmik harmoniyanın yerdəki təzahürüdür. Bəs bu fəlsəfəni, bu universal mesajı bəşəriyyətə tarix boyu kimlər çatdırıb? Gəlin paklığın tarixi elçilərinə nəzər salaq. Zərdüş, İsa, Muhammed və Budda. Düşünün, onlar tamam fərqli dövrlərdə, fərqli coğrafyalarda yaşayıblar, elədir? Amma Vahid Rızayevin mətni bizə deyir ki, bu tarixə elçilərin hamısı bəşəriyyətə tamamilə eyni paklıq mesajını, eyni deyimləri və eyni səcdə qaydalarını gətiriblər. Yəni, yaranış birdir, deyimlər heç vaxt ayrı deyil. Yaxşı, bəs bu qədər tarixdən danışdıq, bəs bizim özümüz bu paklığa çatmaq üçün nə etməliyik? Gəlin su ilə paklanma icrasının fiziki addımlarına baxaq. Bu ilahi işıqla yenidən əlaqə qurmaq üçün çox spesifik, xüsusi addımlar tələb olunur. Paklanma ritualları gündə düz 3 dəfə, səhər, günorta və qrupb vaxtı icra olunmalıdır. Özdə burada bir detal var, olduqca həssas bir detal. Paklanmaq üçün mütləq, amma mütləq, isidilməmiş, otaq temperaturunda olan sudan istifadə edilməlidir. İsti su ilə paklıq icra oluna bilməz. Çünki mənbəyə görə paklanmaq təlatümsüz, ağrısız bir mənəvi əbədiyyətdir. İsti su isə öz təbii halından çıxarılmış sudur. Gəlin fiziki paklanmanın ardıcıllığına baxaq. Əvvəlcə əllər, sonra isə üz yuyulur. Daha sonra sağ əl sol qolun arxasına, sol əl isə sağ qolun arxasına çəkilir. Və burada dayanım, ən əsas məqamı unutmamaq lazımdır. Bayaq qeyd etdiyimiz o xüsusi zikir var idi ha, paklıqla, əqli paklıqla, ruhi paklıqla, bax bu zikir hər bir hərəkət zamanı düz 3 dəfə təkrar edilməlidir. Yəni, hər hərəkətdə 3 dəfə. Bu təkrarlar əslində zehnimizi tamamilə o ana cəmləşdirməyə xidmət edir. Ritual bununla davam edir. Daha sonra əllər başın mərkəzində cəmlənir, yavaşca alından və boyundan aşağı çəkilir. Növbəti addım isə həqiqətən çox dərin, simvolik məna daşıyır. Baş barmaqlar əvvəlcə sinəyə, sonra isə kürəyin ortasına çəkilir. Soruşa bilərsiniz ki, niyə məhz belə? Çünki mətn bizə öyrədir ki, sizin sinənizdəki ruhi işığınızdır, kürəyinizdəki isə sizin qaranlıqlarınızdır. Və ən sonda dizlərin arxası və ayaq barmaqlarının arası silinərək fiziki yuyunma yekunlaşır. Amma iş bununla bitmir.
Fiziki yoluma bitən kimi insan diqqətini gözlə görünməyən varlıqlara yönəldir. Düz durursunuz və əvvəlcə sol çiynindəki, yəni səhvlərinizi təmsil edən mələyə baş əyirsiniz, daha sonra isə sağ çiynindəki, xeyirxahlığınızı, yaxşı əməllərinizi təmsil edən mələyə baş əyirsiniz. Yəni insan hər ikisinə baş əyərək əslində öz varlığının tamamilə hər tərəfli pak olmasını diləyir. Nəhayət, gəlirik 5-ci və sonuncu mərhələyə. Əbədiyyətə qayıdışa. Bu, bəşəriyyətin yaradana olan son dönüşüdür. Yaradanın qarşısında dayanmağın xüsusi, qəti bir nizamı var. Şimali-şərqə doğru dönürsünüz. Ayaqları birləşdirib tam düz dayanırsınız və əlləri tam açıq, heç bir yerdən tutmadan sərbəst saxlayırsınız. Baş isə aşağı əyilir. Bu açıq əllər nə deməkdir bilirsiniz? Bu insanın məqsədsizliyini, içindəki məqsizliyini, yaradan qarşısında tam və şərtsiz təslimiyyətini nümayiş etdirir. Əsl mütləq sülh anı məhz budur. Təbii ki, bütün bu danışdığımız əməllər sadəcə icra edilməli olan formal bir prosedur deyil, qətiyyən. Paklıq insana mütləq rahatlıq gətirir. Düşünün, o daxilinizdəki işığı artırır. Sizi və ətrafınızı bəlalardan, cəzalardan uzaq tutur. Ən əsası isə sizi kainatdakı bütün yaranışa qarşı həqiqətən xeyirxah və mehriban edir. Zəkanız işıqlanır, ruziniz bərəkətli və rahat olur. Açığı, bu elə bugünkü səsküylü və sürətli dünyamızda hamımızın tapmağa çalışdığı o dərin mənəvi sakitliyin tam özüdür. Elə deyilmi? Yekun olaraq bu qeyri-adi fəlsəfə bizi dərindən düşündürücü bir sualla baş-başa buraxır. Mətndən gələn və insanı sirkələyən bir sualla. Əgər siz başlanğıcdan, yəni təməldən pak işıqdan yaranmısınızsa və lap içinizdə ilahi bir pay varsa, o zaman nəyə görə, nə vaxtsa qaranlığı və ya məkri özünüzə məqsəd seçməlisiniz? Öz yaranışınızı, o təmizliyi dərk edin. Ümid edirəm ki, mətnin bu izahatı mənəvi anlayışlara tamamilə fərqli bir pəncərədən baxmağa kömək etdi. Növbəti görüşlərə dək həmişə işıq axtarışında olun.